перш за все хочу Birinci növbədə azarkeşlərimizə təşəkkür etmək istəyirəm. за ту підтримку, яку вони за кожен матч зараз нам дають. Ki onlar hər bir maçda, hər bir oyunda bizə dəstək verirlər. По грі скажу, непоганий суперник Габала, хоча й програли вони, але команда мені дуже цікава і дуже подобається. Və oyunla bağlı onu deyə bilərəm ki, çox maraqlı bir komandadır və heç də pis komanda deyil. Baxmayaraq ki, uduzubdur, amma onların oyunu mənə görə maraqlıdır və çox da xoşuma gəlir. Ну, скажу так, багато розмов про суддівство було, але я скажу, що сьогодні суддівство було на рівні. Якщо так будуть судити кожен матч, це супер. Hakimliklə bağlı çox söhbət olmuşdu. Bugünkü maçla bağlı deyə bilərəm ki, hakimlik lazımi səviyyədə idi. Əgər hər bir maç bu cür hakimliklə davam edərsə, hər şey super olacaq. Можете задавати питання. İndi isə suallarınızı verə bilərsiniz. Qəlbə münasibəti ilə təbrik edirəm. Azarkeşlər gəlirlər, dəstək olurlar. Bəs onların sayı sizi qane eləyir, istər səfərdə, istər elə Bakıda. Ну, дивіться, коли граємо вдома, набагато більше. Əlbəttə evdə oynayanda daha çox olurlar, aydın məsələ. Ну, тому це все-таки 4 години їзди, ми 4 години добиралися вчора. Çünki elə Bakıdan bura gəlmək 4 saatlıq yol deməkdir. Biz özümüz 4 saata gəlib çatdıq. Я думаю, може з цим пов'язано, що трошки менше було. Але я вдячний за те, що ті, хто приїхав, вони молодці. Вони дійсно, команда від серця грала і робила все для того, щоб вони поїхали звідси задоволені. Və kimlər də ki gəldilər, onlara böyük təşəkkür edirəm, çox böyük dəstək verdilər və komanda da ürəkdən oynadı və ki onlar gəlib oyuna baxıb zövq alsınlar, həzz alsınlar. Qəlbə münasibətlə təbrik edirəm. 4 saata gəlib çıxdığınız Qəbələdə nəhayət oldunuz. Buna qədər yəqin ki görmüşdünüz, belə deyək də, əyani şahid olmamışsınız. Buradakı infrastrukturu, meydançaları, İndi bir sıra meydançalar görmüşsünüz Azərbaycanda. Necə dəyərləndirərdiniz? Ну, я скажу коротко і ясно, як кажуть. Mən qısa və aydın demək istəyirəm. Дуже класний футбольний центр в Габалі. Qəbələdə çox gözəl futbol mərkəzi vardır. Все поруч, стадіон супер, Hər şey əlinin altındadır, stadion superdir поля для тренування також достатньо. və məşq üçün də çox gözəl meydançaları var, kifayət qədər. І наскільки я знаю, так трошки історію, що з Габали дуже багато вихованців, які зараз грають в командах Міслі Ліга. Və ona görə də bilirəm ki, Qəbələdən bir çox Qəbələnin yetirmələri var ki, hal-hazırda Misli Liqasında, digər komandalarda da oynayırlar. І якщо я не помиляюсь, 5 чи 6 капітанів команд. Əgər səhv etmirəmsə, Це вихованці 5-6 kapitandan söhbət gedir. Це про щось говорить, тому молодці. І я дуже радий, що в Азербайджані футбол розвивається. Bu elə özü çox şey deyir və mən də çox sevinirəm ki, Azərbaycanda futbol inkişaf edir. Sualım keçən turda Turan oyuna sonra baş verən bir hadisə ilə bağlıdır. Qurban Berdiyevlə görüşməsi Ukrayna mətbuatına xoş qarşılanmadı və tənqid olundu. Bununla bağlı hər hansı bir deyəcəyi varsa maraqlıdır. Мені все рівно, що там вони пишуть і говорять про мене. Mənim üçün belə deyim sizə maraqlı deyil. Orada mənim haqqında nə yazırlar, nə danışırlar. По-перше, я ж не можу знати, скільки у людини може бути паспортів. 2, 3 чи скільки. Я знаю, що Бердиєв – це туркмен. Mən bilmirəm ki, adamın neçə pasportu var. 1-dir, 2-dir, 3-dür. Mən bildiyim odur ki, Berdiyev türkməndir. Це перше. Bu birinci. Ту фотографію, яку виставили, ну я в житті не знав про це. O şəkili harasa qoymuşlar, o şəkili yerləşdirmişlər. Mən heç onu həyatda bilmirəm. А якщо коротко і ясно, то я якою людиною був з першого дня війни, таким і залишусь. Mən qısa və konkret demək istəyirəm. Müharibənin ilk günündən necə adam idimsə, o cürdə qalmağa davam edirəm. Хай ті, хто пишуть, скажуть, що вони зробили за 4 роки війни в Україні. Bax o kimlər ki yazır ha, onlar desinlər ki 4 il müharibə ərzində onlar nə ediblər? Mənim deyəcək sözüm var. Отака відповідь. Cavabım budur. Провокasiya ola bilər.
Це може бути провокація. Провокацію? Та це мені 60 років, яка провокація? Що про мене? Ne provokasiya? Mənim 60 yaşım var, yəni provokasiyadan söz gedə bilməz. Хай провокують. Nə qədər istəsələr spokojny. təhrik eləsinlər. Mən sakitəm. Я працюю в футболі і отримую від цього задоволення. Mən futbolda çalışıram və bundan zövq alıram. Дякую. Təşəkkür edirəm. Neftçi hazırda Avropaya gedən qatarın ardınca qaçan insan təsiri bağışlayır. O qatara yetişə biləcəkmi, ya necə? Bu qatarın sürətindən asılıdır, ya neftçinin sürətindən? Turan Tovuzda məğlubiyyət Avropaya getmək şanslarını nə dərəcədə, belə deyim, azaltdı mı? Ну, дивіться, скажу так, я дуже цього хочу. Belə deyim sizə, mən bunu çox istəyirəm. І також цього дуже хоче вся команда і Və клуб. bunu da bütün komanda və klub da çox istəyir. Ми будемо робити все по максимуму, Əlimizdən gələnin maksimum nədirsə onu edəcəyik. щоб зайняти те місце, яке нам дасть змогу виступати в Європі. Ki elə bir yer tutaq ki, o bizə Avropada çıxış etməyə imkan versin. Що буде, знає тільки Бог. Nə olacaq onu bir Allah bilər. Але ми будемо все робити, ми будемо до кінця грати. У нас ще залишається сьогодні 23 тури ми вже зіграли, але в нас ще залишається 10 ігор. Все в нашій голові, ногах, руках. Тому будемо робити все, щоб туди попасти. Bizim əlimizdən nə gəlir, onu deyə bilərəm ki, biz onu edəcəyik. Bugün nə oldu? 23-cü, yəni belə də tur bitdi. Hələ qarşıda 10 oyun var. Bizdən nə asılıdır? Bizdən asılıdır baş, ayaq və əl. Bunların hamısından istifadə etməyə çalışacağıq ki, nəticə əldə edək. Тим більше азербайджанський чемпіонат дуже цікавий. Повірте, я вже 3 місяці в Азербайджані, але я ще не можу зрозуміти цей чемпіонат. Və deyim ki, sizə Azərbaycan çempionatda çox maraqlıdır. Mən artıq 3 aydır Azərbaycandayım, hələ də çempionatı tam olaraq anlaya bilməmişim. Тут ти не знаєш, від кого чекати перемогу, від кого поразку. Və burada bilə bilməzsən ki, kimin üzərinə qələbə qazanarsan, kimə məğlub olarsan. Тому ти граєш з командою хай останнє місце, предостаннє, але ці команди б'ються до кінця і ти не можеш зрозуміти, що робиться. Hətta ola bilər ki, axırıncı yer tutan komanda ilə oynayırsan, nə bilim, axırdan ikinci yer tutan komanda ilə oynayırsan, amma deyə bilməzsən ki, o komanda nə edər sənin üçün. Тим мені цікаво. Və budur elə mənə maraqlı olan. Дякую вам. Təşəkkür edirəm, çox sağ olun. Avropaya getməsəz bunu faciə adlandırmaq olar, yoxsa Neftçinin bununla bağlı immuniteti var? Ні, трагедія точно це нещасний випадок. Чи як? Elə, yox, bu faciə deyil, necə deyərlər, bu xoşagəlməz bir hadisə kimi deyə bilərik. Але крім нас, ще туди хочуть і Сумгаїд, і Зіря, і Туран. Ну, Туран, я думаю, вже так, десь він там, але я би не спішив ще. Aras, Bəli, bunu da istəyən həm Sumqayıtdır, Zirəv var, sonra bilirsiniz Turan, indi Araz da əlavə oldu. Onlar da istəyirlər. Hələ bilmək хай olmaz. шамахи набирають хід. Hətta Şamaxı belə artıq hit yığır. Тому цікаво буде, подивимося. Yəni maraqlı olacaq, görəcəyik. Дякую. Təşəkkür edirəm. Гарного вечора. Sizə xoş axşam arzu edirəm.